videoma hoş geldiniz. Mən Zivər. Bugün videonun başlığında da gördüğünüz kimi məktəbin son gününün videosunu çəkirəm. Hal-hazırda mən evdən çıxmalıyam, artıq 5 dəqiqə falan. Evdən çıxmalıyam. Kombinim, makyajım falan hazırdır. Kısa bir videosunu da çəkdim, hətta getmə bitmə videosunu çəkdim. Böyük ehtimalla onu artıq görmüsünüz. Nəysə, indi evdən çıxmalıyam. Hazıram. Kombinim də belədir. Bunu zaten məncə gördünüz. Nəysə, çox boş danışıram. Yetər, bu qədər boş danışma. Nəysə, gəlin birlikdə evdən çıxaq. Hüseyin, bu da Nərmin. Mən ümid edirəm ki, yaxşı görünürəm kamerada, çünki özümü görmürəm günəşdən. Gəldiyim marketdən indi bir şeylər almağa çalışırım. Mən səhər heç nə yemədim. Bilməm nə alacağım. Nə alım Nərmin, səncə fikri bildir. Ful. Mən ful almağı düşünürəm. Səncə nə alım? Borsa. 70 qəpikdir, cibimdə 50 qəpik var. 50 de deyil, 48 də hətta. Borsa sənin. Horse götürüm, yoxsa full götürüm? Hansını alım uşaqlar sizə? Mən deyirəm bunu alım, onlar deyir bunu al. Al birində. Elə bil, seçmələrdə Paltar seç. paltar seçəmələr. Bence bunu alaq. Dəqiqə. Hüseyin deyir ki, bunu alaq. Makyajım bana neyse. Konuş artıq. Bundan götürsəm, baxın lan. Nədir bu 90 qəpik? Cəhənnəm. Hüseyin bunu... Biri TikTok'da paylaşıb, onu tərcümə edir. Pivə. Çoxdan da içmirəm. Axırıncı dəfə bir həftə əvvəl içmişəm. Dünə Nəysə uşaqlar, qərar verdim, bunu götürürəm. Yaxşı, çox. 50 qəpikdir bu, hə? Kasada bir... Burada isə artıq gördüyünüz kimi məktəbə gəlmişik. Videonun səsini sıfıra endirdim. Üstünə səs yazmaq qərarına gəldim. Çünki videonu yox, məktəbdəki səs biraz rahatsız edici idi məncə. Mahnı falan çox bərkdən idi. Yəni biraz rahatsız edici idi. Həm də nə bilmirəm, üstünə səs yazmaq istədim. Jerry təzədən baxmağa, məktəbin qabağında gəlmişdi, Nərminlə birlikdə. Jerry təzədən baxmağa. Kombinimi göstəreyim. Heç görmədilər ha. Yenə məktəbin kənarındayıq, içərisində deyil, məktəb buradadır. İndi Jerry girməyə yenə. Son zəng bitdi. İndi biz gedirik marketə bir şey almağa. Çünki mən acam. Belə. Makyajım da pozulub. Pozulmayıb. Makyaj yüzdə biraz qalandan sonra pisləşir axı. Hal-hazırda o olub da, yəni üzümdə. Makyaj mənim üzümdə 1-2 saatdan çox qalmasın da, pis günə qalır sonra. Nəysə, gedirik indi marketə. Saat 2-dir. Biz oturmuşuq indi burada. Mən bayaq burada oturmuşdum. Biraz videonu montajladım. Videoda 3 dəqiqə oldu. Son zəng videosu 3 dəqiqə. Uzun video olsun çünki kısa video istəmirsiniz. Mən də istəmirəm. Niyə kısa video çəkirəmsə niyə çəkirəm? Uzun lazımdır. Saçım və makyajım biraz pozulub. Getmədi bitmi video çəkmişdim. O videoda belə deyil idim. İndi biraz fərqliyəm. Amma olsun. Ağaclar. Saat artıq 5'e işləyirəm, mən isə evdəyəm. İndi sizinlə birlikdə nə edəcəm? Sizinlə birlikdə qeybət eləyəcəm. Xatırlamıram keçən il son zənglə bağlı fikirlərimi videoda dedim. Məncə demədim fikirlərimi. Amma bu il elə deyil. Bu gün sizə son zənglə bağlı bütün fikirlərimi tam səmimi bir şəkildə deyəcəm. Çayınızı, kofenizi, yeməyinizi hazırlayın, oturun. Birlikdə qeybət edirik. Məncə mənlə eyni məktəbdə oxuyanlar mənlə eyni fikirdə olacaqlar. Bilirəm, aranızda mənlə eyni məktəbdə oxuyub məni izləyənlər var. Hətta bu gün yanıma bir qız gəldi, şəkil çəkdirdi falan. Deməli, ən birinci çox həvəssiz idilər. Bilmirəm, ya həyecanlıydılar, stressliydilər, nə idilər, bilmirəm. Amma qızlar da, oğlanlar da, ən çox da məncə qızlar, bilmirəm, mənə elə gəldi. Çox həvəssiz oynayırdılar. Birincisi çox, belə, necə deyim, yavaş və həvəssiz bir şəkildə oynayırdılar. İkincisi də ki, səhv eləyirdilər. Səhv eləyəndən sonra da səhvi düzəltmək yerinə durub bir-birlərinin üzünə baxırdılar.
çox yəni utanc verici idi məncə. O linçləmirəm, yəni ələ salmağa da çalışmıram. Sadəcə yəni fikrimi demək istəyirəm ki, səhv eləyirlər. Səhvlərini düzəltmək yerinə durub bir-birlərinin üzünə baxırlar. Yəni ilk məncə qəşəng olmayan şeyləri birincisi həm həvəssiz olmaqları idi, həm də bu səhvləri falan idi. İkincisi isə heç gülərüz deyil idilər. Qızlar da gülərüz deyil idi, oğlanlar da gülərüz deyil idi. Oğlanlar çox fikir vermədim, amma qızların çoxsunun üzü baxın belə idi. Qızların çoxsunun üzü belə idi, gülmürdülər, bilmirəm niyə. Bəlkə həyəcanlı idilər, stressli idilər falan, yəni onlar da başa düşmüyorlar, amma gülmürdülər də, başa düşürsünüz, yəni heç biri yəni gülümsəmirdi. Qızlardan bir iki dənəsi bəlkə gülümsəmişdi oynayanda, o qədər. Keçən ilki son zəng bu ilkindən daha yaxşı olmuşdu. Həm oynamaqları çox qəşəng idi, həm də ki və də yaxşı alınmışdı keçən il. Heç birinin üzü gülmürdü, heç biri gülmürdü. Yəni hamısı belə qaşqabağı yerlə gedirdi hamısının. Axırda biraz oynadılar. O qədər. Oradakı belə hazırlıqlı oynamaq yoxdur. Elə belə ən sonun mahnı qoydular, oynayırlar. Ancaq onda oynadılar. Belə mən yəni bu son zəngdə mən heç bir uşaqda həvəs görmədim. Bəlkə də stresli idilər, həyəcanlı idilər. Yenə haqlarına girmək istəmirəm. Yəqin stresli idilər falan. Amma heç biri yəni nə həvəsi yox idi, nə gülərüz deyildilər falan. Belə yəni. Və biz son zəngə çox yaxşı vaxtda getdik. Əgər ki biz girdik məktəbə, biz girəndən 10 dəqiqə, 15 dəqiqə sonra başladılar oynamağa. Biz yaxşı vaxtda getdik. Keçən il inanırsınız, getmişik məktəbə, səhər saat 9-dur nədir? Getmişik, adamlar da var. İçəri qoymurdular. Məktəbin həyətinin qapısı bağlamışdılar, içəri qoymurdular. Heç kim içəri girəmirdi. Ancaq 11-lər falan girə bilirdi, o qədər. Nəysə, keçən il biz bayağı gözlədik. Bayağı dedim də, yarım saat, 40 dəqiqə yaxın gözləmişdik. Amma bu il elə şey olmadı. Gec getdik. Yaxşı deyil, gec getdik. Elə biz getdik, gedəndən 10 dəqiqə sonra, 15 dəqiqə sonra başladılar. Bu arada mən sizə bir şey deməmişəm. Mənim telefonum 2 gün bundan əvvəl qırıldı. Amma necə qırıldı? Ortadan tam belə qırılmadı. Mən telefonum elə ki bu ekran var, ekranla telefonun bu içindəki şeylərdə belə telefon idi bu. Belə aralanmışdı telefon. Biraz aralanmışdı. 2 gün bundan əvvəl telefonum vapşə belə aralandı, bildiyiniz. Oturdum mən də hətta ağladım bayağı. Nəysə. Sonra ustaya apardıq telefonu səhərsi gün. Dünən yəni. Dünən telefonumu ustaya apardım. Ustaya aparandan sonra telefonumu bilirsiniz nə oldu? Qabaq kamerası yaxşı çəkməyə başladı. Arxa kamerası bulanıq çəkməyə başladı. Normalda mənim telefonum qabaq kamerası biraz bulanıq, arxa kamerası yenə ondan nisbətən daha yaxşı çəkirdi. Amma ustaya verəndən sonra, ustadan alandan sonra telefonuma baxdım ki, qabaq kamerası yaxşı, arxa kamerası bulanıq çəkməyə başlayıb. Hətta son zəngdə çəkmişəm bəzi kadrlar. Baxın, bulanıqdır, görürsünüz. Mən kameranı silsəm də, silməsəm də bulanıq çəkir. Əsas olan arxa kamera deyil. Mənim üçün əsas qabaq kameradır. Qabaq kamerada yaxşılaşması əslində mənim üçün yaxşı oldu. Nəysə, bu da kiçik bir məlumat. Yoruldum uşaqlar, çox yoruldum, inanırsınız. Hərdəsə 10-da evdən çıxdıq və evə gələndə də saat 15 neçəsə də evə gəldim. 4-də işləmiş deyəsən, yoxsa 4-də işləmiş evə gəldim. Yoruldum. Deməli, mən videonu artıq sonlandırmaq istəyirəm. Qabaq kameram da yaxşılaşır, biraz yaxşı çəkir, xoşuma gəlir. Videonu burada bitirmək istəyirəm. Məktəbdə çox çəkə bilmədim keçən ilki kimi. O da bilirsiniz niyə? Belə deyəndə də biraz bəhanəymiş kimi çıxır. Amma ki, məktəbdə çox çəkmək yaxşı deyil. Bilirsiniz niyə? Uşaqların üzü görünür. Başa düşürsünüz? Uşaqların üzünün görünməsi mənim üçün yaxşı bir şey deyil. Kanalımda bir il bundan əvvəl məktəb videosu var. Məktəbin ilk günü videosu var. Gedin o videoya baxın. Orada sinif yoldaşımın arxası görünmüşdü. Bir dənə baxın, burası görünmüşdü. Üzü də heç görünməmişdi düzəməlli. Şüvənliyini atmışdı ki, məni çəkmirsən falan. Ümumiyyətlə, insanlar biraz şey edirdi. Yəni, kameraya çox da düşmək istəmir ki, haqlıdırlar. Yəni, düşmək istəməyə bilərlər. Okay. Ona görə çalışdım ki, elə formada çəkim ki, çox da insanların üzü düşməsin. Hətta bəzi yerləri videonu editləyəndə sildim. Çünki uşaqların üzü görünmüşdü açıq aydın. Ona görə sildim oraları.
Belə yəni videom bura qədər idi. Bir məktəb ilinin də sonuna gəldik. Artıq gələn il yeni bir tədris ili olacaq. Ümid edirəm ki, videodan tam razı qalarsınız. Biraz qısa oldu. Ayda mənim bu videolarım niyə belə qısa olur? Siz istəyirəm uzun çəkim, uzun bir video alınsın. Alınmır. Ya düşünürəm ki, nə qədər çəkim, artıq sıxıcı gələcəkdir, başa düşürsünüz? Videolarımı nəsə uzatmalıyam. Bu video da qısa oldu. Bu video neçə dəqiqədir? 9 dəqiqədir, 10 dəqiqədir, nədir? Videom bura qədər idi. Ümid edirəm ki, videodan tam razı qalarsınız. Hər birinizi çox sevirəm. Video fikirlərinizi də yazın. Yazırsınız ki, sabahlamada çəkəcəm. Sabahlama videosu çəkəcəm. Ya bu ay ya da gələn ay. Tam dəqiq deyiləm. Tək çəkmək istəmirəm. Sabahlamanı Nərmin ilə bir yerdə çəkmək istəyirəm. Çünki tək biraz sıxıcı olacaq deyə düşünürəm. Sabahlamada da gələcək. Sabahlama çəkəcəm. Hər birinizi çox sevirəm. Hər birinizi öpürəm. Videoma like atmağı, kanalıma abunə olmağı unutmayın. Bye bye.